uşaqlar, demək biz bugün sizinlə 8-ci sinif summativinin izahına birlikdə baxacağıq. Birinci testdə bizdə sözü verib düzgün mənasını istəyir. Follow safety rules nə deməkdir? Demək, təhlükəsizlik qaydalarına əməl etmək. Baxaq, C variantından başlayaq. C variantında nə deyir? You will be on holiday, tətildə olacaqsan. Yəqin ki, təhlükəsizlik qaydalarına əməl etsək, tətildə olmarıq. C səhvdir. Sonra B variantında you will be in danger. Yəqin ki, təhlükədə olmarıq. B variantı da səhvdir. Düzgün cavabımız olacaq A variantı. If you follow safety rules, you will be safe in any situation. İstənilən vəziyyətdə təhlükəsiz olacaqsan. Cavab oldu A variantı. İkinci suala baxırıq. Yenə bizdən düzgün cavabı istəyir. Into varsa olacaq nə? Dive into, suya dalmaq deməkdir. Düzgün cavabımız olacaq A variantı. Üçüncü suala baxırıq uşaqlar. Demək, üçüncü sualda burada Kate and Jessica adı 2 dəfə düşüb. Okay, no problem. Baxaq, davam edək. Bu 8-ci sinif kitabındakı mətndəndir uşaqlar. Orada da baxsaq görərik ki, düzgün cavab olacaq A variantı. Because they can't swim at all. Mətnə aiddir 8-ci sinif kitabında. Baxırıq 4-ə. 4 yenə 8-ci sinif kitabından. Origami nə deməkdir? Art of folding paper'dir. Burada da düzgün cavabımız A olacaq. Keçirik 5-ci suala. 5-ci sualda to be keen on. Bu bir ifadədir uşaqlar. Nə isə çox istəmək deməkdir. Roller coaster olacaq. Go surfing. Düzgün cavabımız 1C, 2B, 3A şəklində olacaq. 6-cı suala baxırıq. Düzgün bizdən feili istəyir, ya past simple və yaxud da ki present perfect. Baxıram birincidə last night deyir. Last night hansı zaman sərfidir? Past simple. Past simple'da da feillər 2 cür olurdu. Qaydalılara ed artırırdıq, qaydasızlar kökündən dəyişirdi. Demək, birinci sualımızda düzgün cavab olacaq went. 2-yə baxıram, this year deyir, bu il. Present perfect'in zaman zərfidir, ona görə olacaq have spent. 3-ə baxırıq, yet. Present perfect'in zaman zərfidir və inkar cümlələrində işlədilir. Ona görə düzgün cavab olacaq hasn't arrived. Gəldik 7-ci suala. 7-ci sualda boşluqlara yet və yaxud da ki for qoymağımızı istəyir bizdən. Baxaq. Demək, yet present perfect'də cümlənin ən sonunda işlədilir və inkar cümlələrində işlədilir. For isə zamandan əvvəl işlədilir, müddət bildirir. Baxıram birinciyə. She has been a teacher 12 years. Burada 12 il var. Zaman var. Düzdürmü? Həm də cümlə inkar cümləsi deyil. Demək ki, birincidə olacaq for. Deməli, o 12 ildir ki, müəllimdir. İkinciyə baxıram, yenə 2 years var, 2 ildir. Yenə müddət var və inkar deyil, cümlənin sonu deyil. Ona görə olacaq for 2 years. Felix 2 ildir ki, Parisdə yaşayır. Demək ki, burada da müddət var, zaman var. Ona görə olacaq for. 3-ə baxırıq. You haven't played the piano yet olacaq. Cümlə inkardır, həm də cümlənin sonundadır boşluq. Ona görə olacaq yet. Deyir ki, o hələ də, sən hələ də, piano çala bilmirsən, pianoda ifa edə bilməmsən. İnkardır cümlə. 4-də yenə cümlənin ən sonundadır boşluq və cümlə inkardadır. Ona görə olacaq yet. I haven't seen Emma yet. Demək, mən hələ də Emmanı görməmişəm. Gəldik 8-ə uşaqlar. Demək, already, yet, since, for. Birinci bunların işlənmə yerlərinə baxaq. Already harda işlənir? Cümlənin içərisində, have-dən, has-dən sonra. Yet harda işlənir? Cümlənin sonunda, inkar cümlələrində.
Since-dan bəri deməkdir, hansısa zamandan bəri. For isə müddəti bildirir, zamanı bildirir. İndi baxaq cümlələrə. Birinci cümlədə görürük, cümlənin ən sonundadır boşluq və cümlə inkardır. Demək olacaq yet. 2-yə baxıram. Heç translate eləməyə ehtiyac yoxdur. Has-dən sonra qoyulub boşluq, demək ki olacaq already. 3-ə baxıram. Demək, burada müddət yoxdur. Məryəm has lived in Morocco. She was 10 years old. Okay. 10 yaşından bəri, demək, müddət yoxdur da, hansısa bir müddətdir. Orada yaşayıb demir. 10 yaşından bəri yaşayıb deyir. Ona görə düzgün cavab olacaq since. Dördüncüdə have-dən sonra boşluq qoyulub olacaq we have already met. Beşincidə haven't they visited London yet? Cümlə inkardır, demək ki olacaq yet. For-a aid cümlə verilməyib, demək ki for-u istifadə eləməyəcəyik. Keçirik 9-a. Deməli, to begin with, secondly, finally. Bunu tərcümə etməyəcəm, uşaqlar. Ümumiyyətlə, başlayırıqsa, hər hansı bir hadisə baş verirsə və ilkin olaraq birinci səbəb göstəririksə, birinci səbəbi budur deyiriksə, başlayacaq to begin with-lə, demək birinci boşluğumuza olacaq to begin with. İkinci səbəbi göstəririksə, olacaq secondly. Nəhayət, sonda bu üçüncü səbəb göstəririksə, hər hansı bir hadisəyə qarşı münasibətimizi bildiririksə, nəhayət deyiriksə, onda da olacaq finally. Demək, 3 boşluq var, sıra ardıcıl olaraq to begin with, secondly, finally şəklində olacaq. Daha sonra burada var idi qısa mətin. Demək, davam edirik. Daha sonra bizdə burada 10-cuda var idi qısa mətin. Baxırıq, birinci sualda bizdən nə deyir? What is the text about? Mətin nə haqqındadır? Okay, mətin nə haqqında olduğunu ilk cümlədən bilmək olar. Birinci cümlədə nə deyir? Alton Towers is one of the most well-known theme park in UK. Bu cümləni yazsaq düzdür və yaxud da ki one of the most well-known theme park in UK da yazsaq düzgün olar. İlk cümlədən mətnin nə haqqında olduğunu bilmək mümkündür. İkinci suala baxırıq. İkinci sualda nə deyir? Demək, park nə zaman açıldı? Demək, parkın nə zaman açıldığı burada cümlədə açıq aydın verilib. This park was originally opened in 1980. Bu cümləni yazsaq, okay, düzgün cümlədir, düzgün cavabdır. 3-ə baxırıq. How many travelers visit it yearly? İllik olaraq təxminən deyir ki, nə qədər səyahətçi gəlir bura. Baxırıq. Burada da bu cümlədə yazılı. Həmin cümlə burada verilib. Mətni oxumasaq da cavablarını bu cür tapa bilərik. Mətnə aid tapşırıqları həll edəndə ilkin olaraq nə edirik? Sualları birinci oxuyuruq. Daha sonra suallara uyğun olaraq cavabları mətndə axtarırıq. Mətni oxuyub sonra suallara keçsəz, bu sizdə sadəcə olaraq vaxt itkisi olur. Ona görə də ilk olaraq istər buraxılışlarda, istər KSG, BSG fərq etməz. Həmişə birinci suallardan başlayın, hətta dinləmədə belə. Mütləq bütün sualları nəzərdən keçirdin, daha sonra dinləməyə qulaq asın və onda vaxt itkisi olmayacaq və asanlıqla tapşırıqları həll edə biləcəksiniz. Hər kəsə uğurlar.